Qalxıb kimi açdılar qurban sənə. Bilmirik axı. Qalxıb qalxmayıb hələ bilmirik. Qurban sənə, ay Şirin Dillana. Vallah deyirlər ki, maaşlar qalxıb. Amma deyə bilmərəm, bu artım sizi qane edəcək ya yox. Biz də Talk TV olaraq insanların 11 manatlıq artıma münasibətini öyrənmək üçün paytaxt Bakıda sorğu keçirdik. Artıma şükür edənlər də oldu, etiraz edənlər də. Cavab boş şeylərdir. Bu millət ələ salmaqdır, vəssalam. Onu ilə cəmaatı ələ salırlar deyəsən. 11 manat maaş qaldırırlar. O nə mənası var? Nə xeyri var onun? Kimə xeyri var onun? 11 manat. Bu ərzaq məhsullarının qiyməti bu qədər qalxıb. Faizlə 30%, 40%. 11 manat nə faizdir? Nə maaşın neçə faiz edir ki? Gülüz axı, cəmaatı ələ salmalıdır. Yox. 11 manatın artmasına da min şükür. Min şükür. Çünki düzdür, bahalaşma gedir. Mən həyata belə baxıram ki, hər şey müvəqqəti haldır. Sözsüz ki, son nəticə etibarilə yaxşılığa doğru gediləcək. Şükür Allah, şükür Allah. Qalxsın da, Allah bu hükümətə qantarır. Sağ olsun. Yəni böyük şeydir. Pensiyamı da arttırarlar. Hadi. Çox pis, 11 manat maaş olaraq. Özlərini saxlasaydılar daha yaxşı olardı. Bəlkə lazım olar xəzinəmiz. Yəni o 11 manatla heç bir vətəndaş nə alış-verişinə kömək eləyir dövlətimiz. Heç bir xeyri yoxdur. Ona görə narahat olmasınlar bizə görə. Necə sürünmüşük, elə də davam edəcəyik. Bəs görəsən 11 manatlıq artım bu qədər bahalaşmanı kompensasiya edə biləcəkmi? Heç olmasa insanların dolanışığına az da olsa təsir göstərəcəkmi? Nə bilim azdır da. Çox azdır. 11 manat nədir ki bu qədər bahalanmanın qabağında qurban olum sənə? Dolanmaq olar mı? Yox, dolanmaq olmur ki, çətindir. Valla çətindir, doğrudan çətindir. 11 də. 169 alırıq, 11 də verəndə nə qədər eləyir? 180. Dardı getdim. Çox pis. Bu nə 11 manat nədir? Oyuncaqdır bu. Görün dedi mallar dükanlarda nə qədər də qalxıb bu indi 11 manat. Daha indi deyəlisi də öyrədə burada. 11 manatdan nə qədər eləyir? Heç 10 dollar eləmir elə. İndi görəyin dedim nə olacaq dedim. Dolana bilirsiniz ümumiyyətlə hal-hazırda? Yox. Çox çətin. Hökumət işində işləyirəm, amma da 250 manat pul alıram indi onu ilə dolanmaq indi özünüz bilin də necə olacaq. Vallahi hökumətdən maaş almıram, amma hökumət maaşı yox, dolları aşağı salsa lap yaxşı olar, dolanarıq. Lap yaxşı olar, çətinlik çəkirik. Bir dəqiqə banklara o qədər borcumuz var ki, bankdan da dollarla veririk, ona görə də əziyyət çəkirik. Maaşı nə qaldırır ki, 11%, o da qane eləmir bizi. Biraz da qaldırsa lap yaxşı olar. Amma hökumətimiz çox gözəl, yaxşı insandır. Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. Əhali də 11 manatın onların problemlərinin həllinə heç bir kömək etməyəcəyini anlayır. Bəziləri artımı ironiya ilə qarşılayır, bəziləri gülür, bəziləri isə 11 manata da şükür deyib, çətinliklərlə dolu həyatına davam edir. Arazxan, Təbriz Mirzəyev, Vüsal Qarayev, Talk TV.